Sual verilir ki, işçi vəfat etdiyi zaman ona ödənilməmiş əmək haqqı, məzuniyyət və mükafat varsa, bu ödənişlər vəfat edənin varislərinə ödənilərkən vergi və icbari sosial tutulmalar olurmu? Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin varislərinə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir. Vergi Məcəlləsinin 102-ci və Sosial Sığorta Haqqında Qanunun 15-ci maddələrinə görə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, vəfat edənin varislərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada ödənilən təminatlar, gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır. Vəfat etmiş şəxs eyni zamanda həm sığorta olunan, həm də əmək pensiyası olduğu halda dəfn üçün müavinatın biri, məbləğ də daha böyüyü ödənilir.